Ortodontiya stomatologiyanın dinamik bir sahəsidir və daimi inkişaf edən bir ixtisasdır. Klassik baza biliklərimizlə bir yerdə yeni sistemlərini öyrənmək zəruridir və bu baxımdan bugünkü elmi praktiki seminar bizim gənc həkimlərimizə və rezidentlərimizə yeni PIS protokolunun incəliklərini öyrənməyə kömək edəcək və onları kliniki praktikasının inteqrasiyasına təkan verəcəkdir. PIS sisteminin üstünlüyü odur ki, daha sürətli, daha tez, daha keyfiyyətli nəticələr əldə etmək olur. O nəticələr hansı ki, biz məsələn 5 il bundan qabaq tam şəkildə birinci sinifə gətirmək, ekspozisiya etmək, smile arka, təbəssüm arkanı daha gözəl etmək biz əldə edə bilmirdik. İndi PIS-in fəlsəfəsinə görə, onun biliklərinə görə indi bunu hamısını daha dəqiq və daha gözəl öz pasientlərimizə yeniləndirə bilirik. Bugünkü konferans çərçivəsində hər zaman olduğu kimi nəsə yeni bilik əldə edirəm. Nə qədər düşünsəksə bir çox şeyi biz bilirik, amma hər dəfə təzə bir biliklər mənimlə gedir kabinetimə və orada mən onları başdan təzədən tətbiq etmək. Ən çox da asimetrik keyslərin müalicəsi mənim bilik xəzinəmə bu dəfə keçdi. This is my first time in Azerbaijan, in Baku especially. Really enjoyed these 2 days conference because I've seen people having so much question and are so much eager to learn about the new techniques and philosophy. So it was a 100% very good experience. Realdent şirkətinə təşəkkür edirəm. Nəzəri həm də praktiki olaraq bizə çox şey qatdı bu tədbir. Daha ağır keyslər, gum smile pasiyentlər və s. müalicələrini gördük. Onların fərqli müalicə yanaşmalarını müşahidə elədik. Gələcəkdə də bunlardan istifadə etməyi düşünürəm.